Və keçirik bu mirvarinin bayaq düzəltdiyimiz boyun bağı və qol bağı uyğun olaraq sırğaları düzəltməyə. Bunu düzəltmək üçün biz hematit daşından yenə mirvaridən istifadə edirik. Bu cür 5 dəlikdən ibarət bir sırğamız var. Çox iri ölçüdə deyil, çox kiçik ölçüdə deyil, normal ölçüdədir. Hər bir qulaq ölçüsünə uyğun olaraq hazırlamaq mümkündür. Bu ölçü hər bir insanın həm oval üz quruluşu, həm yumru, həm uzunsol üz quruluşuna uyğun olan insanlara uyğun gələn sırğadır. Yəni demək olar ki, hər kəsə gedə biləcək sırğadır. Və bunu 3 mirvari, burada 5 dənədirsə, 3 mirvari, 1, 2, 3 hissədən mirvari, 2 dənədən isə hematit daşından istifadə edəcəyik. Yenə də bu cür keçən dəfəki dərsimizdə öyrəndiyimiz kimi biraz 45 dərəcə əyirik. Artıq olan hissəni burada kəsirik. Bir miqdar 5 millimetr olan hissəni kəsirik və hərgən əmələ gətiririk. Baxın, mən sizə o vaxt öyrətmişdim. Bu formada da istifadə eləmək olar. Buradan möhkəmliyi qorumaq üçün biz bu cür 2-3 dəfə hərgə aldıq. Çünki bu pinlər nisbətən əyilməyə meyilli pinlərdir. Aralıqdan çıxmasın deyə biz bu cür hazırda 2 dənə dəlik hazırlamış olduq. Həlqə düzəltmiş olduq. İndi ikincisini yenə göstərim sizə. Yenə də bir yarım santimetr, yəni 5 millimetr ölçüsündə kəsirik. Lap uzun dolmağına ehtiyac yoxdur. Növbəti hematitə keçirdirik. Və bu cür baxın, yalnız həlqəni fırladaraq burada salaq, sonra bizi zaten törədəcək, salıb sonra fırladaq. Baxın, bu hissəyə salıb sadəcə fırladırıq. Başqa bir iş görülmür. Fırlandı və burada saxlayırıq. Baxın, diqqətlə baxın. Yəni artıq biz öz işimizi möhkəmə almış olduq. Bu buradan çıxma ehtimalı yoxdur artıq. Yenidən digər mirvarini salırıq. Ortaya nisbətən iri ölçülü mirvarini qoymaq istəyirəm. Bu yaxşıdır. Siz əvvəlcədən kəsib qoya da bilərsiniz. Yaxud da bir-bir də kəsə bilərsiniz. Və birinci həlqəni düzəldəndən sonra artıq bir sırğaya taxırıq. Baxın, həlqə düzəldi. Nisbətən qarmaq yarandı və bura salırıq. Bura salandan sonra yenidən qarmağın həlqəsini düzəltməyə davam edirik. Bu formada tutub yalnız fırladırıq.
Yağını sıfırladırıq. Əlim mirvarilərin tozunu işləməkdən kəli götürləşib. Bu cür saxlayırıq. Və növbəti hematiti salırıq. Yine yarım santimetr ölçüsünə uyğun kəsirik. Sağa yaxud da sola doğru 45 dərəcə əyirik. Qarmaq düzəldirik. Qarmaq düzəldəndən sonra salırıq bu dəliyə və qarmağı düzəltməyə davam edirik. Yalnız tuturuq. Bu cür tutub fırladırıq. Mən də burada biraz boşaldım. Təzədən mən hər gün düzəltməliyim. Bax, buradan tuturuq. Əlimizi buraxmadan. Əlimizi buraxan kimi orada boşluq yaranır. Başqa bir forma əmələ gəlir. Bu formada düzəldirik. Növbəti mirvarini keçiririk. Bu cür saldık. Biraz hardasa yarım santimetr ölçüsündə kəsirik. Bu cür eləyib sırğaya salırıq. İndi mən bu cür tez-tez göstərməyimə baxmayaraq, siz bu işi yavaş-yavaş görün. Çünki sizdə bir müddət əldə vərdiş yaranmalıdır ki, səhvlər olmasın. Artıq bu işlə çoxlu məşğul olandan sonra sizdə də belə avtomatik vərdişlər yaranacaq. Amma tez-tez eləyim, yallah ki, işi tez qutarım, elə olmasın. Çünki bu iş estetik gözəllik tələb edən işdir. Yəni, gözəl bir şey ortalığa çıxardın ki, müştəri tərəfindən də yaxşı, xoş qarşılansın. Bu cür açılıb balının hissəsi də var. Eyniliklə biz bunun növbəti digər qulağına uyğun hissəsini də düzəldirik. Bu pinlər qaralmayan pinlərdir. Mən bir növ pində almışdım. Onu özümdə test elədim. Mən hər də deyirəm, nə qədər güvəndiyimiz yerdən də almamıza baxmayaraq, təzə yerdən almışıqsa və heç vaxt oradan o mağazadan alış-veriş eləməmişiksə, o materialdan heç vaxt istifadə eləməmişiksə, həmişə özünüz üçün bir test edin. Müəyyən bir sırğa düzəldin, həmin misal üçün bu pindən istifadə edib sırğa düzəldin. Baxın, görün, o istifadə elədiyiniz pin qulağınızda qalan müddətdə qaralma verir, yoxsa yox. Çünki qaralma verəndə hardasa bir 2-3 gün ərzində qaralır. Qaralma vermirsə, deməli, uzun müddət işlətmək mümkündür. Yəni, mən test elədim bundan əvvəlki olan pinləri. Onlar qaraldı. Onlardan artıq istifadə edə bilmirəm mən. Amma bunu başqa bir yerdən almışdım. Bunu test elədim. Və lap qulağınıza taxıb bir sırğa düzəltmək istəmirsinizsə, deyək ki, əlinizdə bir material yoxdursa, hər hansı bir pinlə özünü bir rozetkaya qoyun və gedib gəlib ona su vurun. Görün, onda qaralma yaranacaq, rəngin getməsi yaranacaq, yoxsa yox. Yəni, o yoluna da test eləmiş olarsınız. Birinci bir hissədən başlayaq. Ortadan yox, qıraq tərəfdən başlayaq. Və bu cür qoyandan sonra bu hissədən tutub, baxın, bu hissədən tutub hərgə əmələ gətirirəm.
Axırı dirənəndə isə saxlayıram. Artıq burada dirənib. Və digər hematitə keçirik. Hematit daşı da çox gözəl daşlardandır. Hematit daşı bilirsiniz ki, həm təzyiq xəstəliklərində çox gözəl təsir göstərir. Yüksək təzyiqi olan insanlar hematit daşını sadə bir qolbaq olsun istifadə eləməklə tezliklə təzyiqlərində bərpa olunma görünür. Yəni, anımda da təzyiq problemi var. Onun hematitdən hazırlanmış, qolbaq hazırlamışam hematitdən. Həmişə qolunda saxlayır. Uzun müddətdir ki, artıq deyir ki, məndə təzyiq problemi yoxdur. Haçana qolbağı çıxarırsa, məsələn, yadından çıxardır, taxmırsa, onda biraz özünü narahat elədirsə, dərhal taxır. Hətta göz təzyiqinə yaxşı təsir göstərir. Bu cür saldıq. Uyğunluğun olmasına da baxırıq. Ağrı, yəni uyğun gəlsin. Bütün hamısı necə gəldi, hərəkət düzəltmirik. Yəni bu iş praktika işidir. Mənim bu sürətlə göstərməyimə baxmayaraq, siz özünüz bu işi görəndə müəyyən qədər səhvliklər eləməyiniz normaldır. Çünki birdən-birə heç kəsdə super səviyyədə heç nə alınmır. Biz də səhv eləyə-eləyə səhvlərimizi düzəltməyə bacarmışıq. Bu cür sadəcə sizdən istəyim odur ki, bu videoya baxırsınız, fərq yoxdur, hansı bir videoya baxırsınızsa, baxa-baxa eləyin. Baxa-baxa eləyəndə səhvləri daha yaxşı görürsünüz. Amma video baxıb sonra mən düzəldərəm eləyəndə video baxmadan düzəldirsinizsə, orada çox güman ki, bir çox səhvlərə yol verəcəksiniz. Çünki video gedə-gedə gedişatda həm izah olur, həm də göstərilir. Və sizə aydın olur ki, harada səhv eləsəniz, daha düzgün şəkildə onu düzəldə biləsiniz. Yenidən kəsirik. Və eyni işlər 5 dənə muncuqdan hər sırğada 5 muncuq. Bu çox qəşəng formadır. Bayaq da qeyd elədim, bütün üz quruluşlarına uyğun olan sırğaları düzəldirəm mən həmişə təlimdə. Yəni, siz lap bu sırğalara da belə əzbərləyib düzəltsəniz, bu daşla olsun, fərqli daşlarla fərq yoxdur, olsa da siz onun satışını həyata keçirə biləsiniz. Yəni, elə əndirabadi sırğalar, modellər vermirəm ki, sizə. Hər bir zövqü oxşayan bir sırğalı növləri deyirəm ki, satışın rahat həyata keçirə biləsiniz deyə. Həm qulaqda gözəl görsənir, həm individual görsənir. Bir sıra çınqıl daşlarından da düzəltmək olar. Çınqıl daşları da çox da baha qiymətə deyil. Hər kəsin büdcəsinə uyğun olan daşlardır. Onlardan da bu modeli yığmaq olar. Sonuncu mirvaridini də qoyaq və işi yekunlaşdırmış olaq. Sonuncu mirvaridini də taxırıq. Mən hər birinizə öz işinizdə uğurlar arzulayıram. İnanın ki, özünüz haqqında yüksək düşünün. Özünüz haqqında yüksək xəyallar qurun. Real ola biləcək. Ola bilsin ki, hal-hazırda sizin xəyallarınız kiminsə gülüş obyektinə çevrilə bilər. Kiminsə lağ obyektinə çevrilə bilər. Maraqsız bir söhbət ola bilər. Amma siz özünüz daxilinizdə inanırsınız ki, bir gün siz məşhur olacaqsınız. Bu sahədə lazımlı, dəyərli insanlardan biri olacaqsınız. Gec ya da tez o həyata keçəcək. Yetər ki, o hissə, o düşüncəyə siz özünüz ürəkdən inanasınız. İnandınızsa həyatınız o üzrə axacaq.
Amma desəniz ki, ola bilsin olam, ola bilsin olmayam. Mən kiməm ki olam və yaxud da bəlkə oldum, bəlkə olmadım sözləri, cümlələri heç də xoş sözlər deyil. Əmin danışın özünüz haqqında. Olacam, ən yaxşı olacam. Allahın köməkliyi ilə inşallah ən yaxşısı olacam. Allah mənə kömək olacaq. Qarşıma yaxşı insanlar çıxardacaq və mən bu işin peşəkarlarından biri olacam. Bu sözləri dəfələrlə özünüzdə əmin şəkildə, inanacaq şəkildə deyin və bir gün ən məşhur insanlardan biri siz də olacaqsınız. Çünki məşhurlar heç də anadan gəlmə məşhur olmayıblar. Onlar da bir müddət müəyyən xəyallarla yaşayıblar. Bir müddətdən sonra isə o xəyalları real, gerçək bir həyata dönüşmüş olur. Artıq sırğamız hazır oldu. Bu boyunbağı, bu modelin boyunbağısı, bu modelin qolbağı və sırğası. Bu dərsdə artıq mən sizə qolbaq hazırlamışdım, boyunbağı hazırlamışdım, qolbağı hazırladım və sırğanı. Mən bu cür formada fikirləşdim sırğanı düzəltməyə, amma bu modelə uyğun digər sırğalarda düzəltmək mümkündür. Amma bu daşlar bu modeldə olduğuna görə dəst sayılır. Fərqli formada da sırğalar düzəltmək olar. Yenə o sizin öz zövqünüzə bağlıdır, hansı formada istəyirsinizsə. Bu cür gözəl, qəşəng formalı sırğalar alındı.